Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda əsl yay salatı olan toyuq əti ilə badımcan salatının hazırlanmasını nümayiş etdirəcəm. Bunun üçün tumsuz badımcanlar seçilir, təmiz yuyulur. Qabığı soyulub, fal-fal doğranılır. Əvvəldən hazırladığımız duzlu suda doğradığımız badımcanları saxlayırıq ki, badımcanların acılığı çıxsın. On 15-20 dəqiqə suda saxlayırıq. Bu müddət ərzində toyuğun filesi təmizlənilir, doğranılır, duzlayıb, zövqə görə ədvalar vurub, marinə edilir. Badımcanları sudan çıxarıb quruluyub, yağda hər iki üzünü yaxşıca qızardıb bişiririk. Elə həmən tavada toyuğun filesini də qızardırıq. Soyumuş badımcanlar ya əllə didilir, ya da bıçaqla belə doğranılır. Uzun doğrayırıq. Və salatı hazırlayacağımız qaba əlavə edirik. Toyuğun döş əti də doğranılır. Rəngli bibərlər, sarı, qırmızı, yaşıl bibərlər də samanvari doğranılır. Bir diş sarımsağı yaxşıca əzib salatımızı hazırlamağa başlayırıq. Doğradığımız ərzaqlar qaba əlavə edilir. Üzərinə duz istiyor. Bir ədəd soğan, orta boy, ya qırmızı ya ağ soğan doğranmış, incə doğranmış soğan. Zövqə görə göyərti, mən şüyüd və keşnişdən istifadə eləmişəm. Miqdarını da zövqünüzə görə ayarlaya bilərsiniz. Və bir ədəd sıxılmış limon suyu. Dörd-beş qaşıq da zövqə görə mayonez, kim çox istəyirsə artıq da əlavə edə bilər. Yaxşıca qarışdırılır, buydur, hazırdır bizim salatımız. Çox da gözəl görünür, dadı da çox əladır. Siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.